Bu xəstəmiz xəstəmizin girişində anidən bayıldı və xəstədə bayılma etməsi ifadə olundu. İlkin yardım olaraq təcili yardım briqadamız həmən müdaxilə elədi və xəstədə ürək dayanması təsbit edildi. Sonrasını hiss eləməmişəm. Özümdən getmişəm. Sağ olsun həkimlər ki, ələxsiz zaman olacaq doktorlar ki, o mənə həyatını qaytardı. Bircə müdaxiləmiz nəticəsində xəstəyə dərhal reanimasyon tədbirlər başlanıldı. Ürəyin qapalı masajı bir neçə dəfə defibriyasiya olundu və ürəyin ritmi bərpa edilməyə çalışıldı və eyni zamanda xəstə süni tənəffüs aparatına qoşularaq reanimasiyaya yerləşdirildi və dərhal koronar angiografiya laboratoriyasına alındı. Yəni anjiya aldıq xəstəni və damarında ciddi xandan olduğunu görərək həmən müdaxilə edərək stent implantasiya elədik. Bəzən ürək-damar xəstəlikləri xəstələrə bu şansı vermir. Bu xəstənin şansı xəstəxanaya yaxın olmasında idi və dərhal müdaxilə olundu və həmişə bu şanslar xəstələrə tanınır. O yüzden belli bir yaşdan sonra, yəni ən az 35 yaşından sonra ildə bir dəfə kardioloji check-up müayinəsi olunması mütləq lazımdır. Sağlam olun, sağlığınızı heç vaxt şansa buraxmayın.